Milli qəhrəman Hökümə Əliyevanın büstü hazırlanır. Today Press xəbər verir ki, bu barədə Modern Aza Hökümə Əliyevanın atası Cəlil Əliyev bildirib. O qeyd edib ki, büst fəxri xiyabanda qoyulacaq. Cəlil Əliyevin sözlərinə görə Rusiyanın sığorta şirkətinin kompensasiya təklifi barədə məlumatı ancaq xəbərlərdə görüb. Ona bu barədə rəsmi məlumat verilməyib. Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznaya uçan Azal aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. Cari il yanvarın 7-sində Braziliyada Aktau yaxınlığında qəzaya uğramış Azərbaycan Airlines təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Hökümə Əliyeva Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus Embraer 190 tipli sərnişin təyyarəsi Bakı-Qrozno reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülür. Namiq Abbasov, Today Press.